Son illərdə smartfon və sosial şəbəkə istifadəsinin artması rəqəmsal demensiya kimi tanınan problemin gündəmə gəlməsinə səbəb olub. Mütəxəssislər xəbərdarlıq edir ki, yuxu öncəsi davamlı scrolling istirahət deyil, əksinə beyinə işgəncədir. Məsələ ilə bağlı nevroloq doktor Sevinç Mustafayeva İSTV xəbərə müsahibə verib. Yatmazdan öncə telefonla hər hansı bir informasiya bolluğu əldə etmək beyinə mənfi təsir göstərir. Yatmamışdan ümumiyyətlə yuxu dərin bir prosesdir. Yuxunun normal bir gigiyenası var. Yəni yataq otağının interyerindən, havasından tutmuş yataq geyiminə qədər burada rol oynayır yuxunun normal olmasında. Yatmazdan öncə duş qəbul eləmək məsləhət görülmür. Yatmazdan öncə təmiz havada gəzmək, bir qədər relaks olmaq müsbət nəticə verir. Sevinç Mustafayeva tövsiyə edib ki, gündəlik istifadə məhdudlaşdırılmalı, fasilələr tətbiq olunmalı və yatmazdan əvvəl telefondan uzaq durulmalıdır.